Salam, hər vaxtınız xeyir olsun. Kanalımızda hər birinizi xoş gördük. Bugünkü videomda hər kəsin çox sevdiyi ev üsulu saçda olan pizzalardan qat-qat dadlı, ləzzətli və yumuşaq pizza hazırlayıram. Əgər sizlər üçün maraqlıdırsa videomuzu sonadək izləyin və bizimlə qalın. Mən pizzalarımı daş fırında pişirəcəm. Əlbəttə ki, siz evdə, sobanızda hazırlaya bilərsiniz. Keçək pizzalarımızın hazırlanmasına. Xəmir üçün 2 stəkan ilıq su götürürəm. 1 çay qaşığı instant maya, 1 çay qaşığı şəkər. Bunları qarışdırıb 10 dəqiqə ağzını örtüb saxlayıram. Kanalımıza abunə deyilsinizsə, abunə olun, bizə dəstək üçün zəng işarəsini də aktiv edin ki, yeni videolarımızdan anında xəbərdar olasınız. Mayamız hazırdır. Bura 3 yemək qaşığı qarğıdalı yağı, 1 yemək qaşığı duz və 5 stəkan un tökürəm. Mən 2 böyük pizza hazırlayıram. Ona görə də mənim xəmirim biraz çox olacaqdır. 2 stəkan yarımdan siz bir pizzanın xəmirini hazırlaya bilərsiniz. Əziz xanımlar, xəmir o qədər gözəl alındı ki, yumuşaqdır. Yarım saat ərzində xəmirimizi dinləndiririk. Xəmir gələnə qədər biz tərəvəzlərimizi doğrayıb pizzanın üzərinə gedən sousu hazırlayacağıq. İlk öncə sousu hazırlayıram. 1 stəkan ketçup var məndə burada. 2 yemək qaşığı su, 3 yemək qaşığı qarğıdalı yağı və kək otu. Qarışdırıb kənara qoyuram. Kalbasalı pizza hazırlayıram. Tərəvəzlərimin hamısını doğrayıram və Holland pendirimi sürtgəçdən keçirdəcəm. Siz istədiyiniz tərkibdə pizza hazırlaya bilərsiniz. Pomidoru doğrayanda mən onun içinin sulu hissəsini çıxardıram. Kalbasanın yerinə göbələkli, zeytunlu, toyuq əti ilə və yaxud da ki saska ilə də hazırlaya bilərsiniz. Pendiri mən pizzanın üzərinə 2 dəfə səpəcəm. Birinci dəfə tərəvəzlərin alt hissəsindən sərpəcəm. İkinci dəfə isə bişib hazır olanda çıxardıb fırından biraz üstünə Holland pendiri səpib qoyuram, ərisin, ondan sonra götürürəm. Bax belə. Xəmirimiz çox gözəl gəlib, yumuşaqdır, ələ də yapışmır. Xəmirimizdən mən 2 gündə ayıracağım. Biri böyük, biri isə biraz kiçik olacaq pizzamızın. Pizzalarımı hazırlayıb daş fırınımda 20 dəqiqə ərzində bişirəcəm. Pizzamızın tarifini açıqlama bölümündə yazacağım. İnşallah ki siz də bu reseptdən istifadə edin. Mənə öz fikirlərinizi yazın və videomuzu bəyənməyi unutmayın. Salamat qalın, Allaha əmanət olun və gələn videolarımızda inşallah ki görüşənədək.